Əziz bilgələr, bu dəfə sizə Azərbaycan tarixindən növbəti dərs izahları ilə gəlmişəm. Bugünkü mövzularımız Azərbaycan 7-4-cü əsrlərdə və Azərbaycan Atropatena dövlətinin tərkibində olduğu dövrdür. Girişdə onu demək istəyirəm ki, bunu deyəndə utanmam. Demirəm ya da. 7-4-dən danışırıq, dostlar. Yenə bizə onsuz da xəritə o qədər vacibdir, çünki danışdığımız hadisələr Azərbaycanın cənubundadır. Bir dənə bu 7-4-də müəyyən hissələri danışanda xəritəyə müraciət eləyəcəyik. Birinci danışırıq biz burada Azərbaycan 7-4-cü əsrlərdə paraqrafından Kimmer, İskit, Sak yürüşləri. Ümumiyyətlə, Zəkəri, bu iş-güc adam oldum belədir də. Eradan əvvəl 8-ci əsrdə bu Kimmer tayfaları özləri Qara dənizin şimalında məskunlaşmışlar. Kimmer tayfaları Azərbaycana digərlərinə nisbətən birinci köç edir. Çünki İskitlər Altay dağlarına Qara dənizin şimalına doğru gələndə Kimmerləri oradan sıxışdırırlar. Kimmerlər də təqribən indi Gürcüstanın bu ərazisi ilə, bu ərazidən düşür 2 istiqamətdə. Azərbaycandan gəlib keçir Mannanın ərazisində məskunlaşır. Bu hadisələr baş verir eradan əvvəl 7-ci əsrdə. 8-ci əsrdə sadəcə onların özünün məskunlaşması haqqında söhbət edir. Bizə Kimmerlərin əvvəl tayfa başçısı deyirdi, sonralar onun hökmdarını elədilər, adım verirlər Tuqdamme. Tuqdamme də gəlib Mannalılarla müttəfiq olmuşdu. Hətta bəzi Kimmerlər Manna ordusunda xidmət edirdilər, Aşurlara qarşı da döyüşdə. Kimmerlərdən danışanda heç nə, köhnə kitabdan sizə ərazi adları ilə bağlı bir-iki məlumat verir, deyir ki, Azərbaycanda nə bilim Qəmərli, Qımırlı, Krım yarımadası, bu kimi yer adları, toponimlər Kimmerlərin adları ilə bağlıdır. Hə? Çox vacib bir şey deyil. Yəni orada lap sənin qarşısına o Qəmərli, Qımırlı çıxsa özün yəqin mən başa düşərsən ki, bu Kimmerlərlə bağlı bir şeydir. Yəni İskit sözünə yaxın deyil də bu, məntiq olaraq ya Sak sözünə. Məsələn, Zakatala sözünü sən görəndə aydın başa düşərsən ki, bu hardasa o 3 adlardan birinin hansını yerləşsən, Sak sözünü yerləşir. Sakatala dəyişib Zakatala olubdur. Yaxud da ki, Şərqi Saki olub da. Yəni belə bəlkə də düz deyil, yalandan özümüzdən şey çıxardırıq. Neysə bu 7-ci əsrdə bunların məskunlaşmasından sonra elə ki bunlar barmağa bala batır deyə İskitlər də bunların dalınca tərpənirlər üz aşağı. 7-ci əsrdə İskitlər də gəlirlər. İndi İskitlərlə bağlı orada kitablar arasında bir kiçik təzad veribdir. Bir daha qeyd edirəm ki, təzad verilən hissələr sizə imtahanda düşməyəcək. İskitlərin ərazisi ilə bağlı. Bəzi mənbələr deyir ki, İskitlər məskunlaşması burada Araz çayından şimalda, video üçün orada verəcəm xəritəni, sizə burada göstərim. Araz çayından şimalda və Kürdən cənubda. Təqribi bu hissəni İskit dövlətinin ərazisi əhatə edir. Bəzi mənbələrdə də deyir ki, Araz çayını toxunmaq olmaz. Araz çayının cənubi ərazilərinə qədər sərhədlərini genişləndirmişlər. Bu İskitlərə bizdə hökmdar olaraq bir dənə İşbaka adı verir. Hətta bu dərsimizin içində, yəni Mannanın içərisində də qeyd olunmuşdu ki, İşbaka gəlir Ahşeri ilə müttəfiq olur və bundan sonra Ahşeri ürəklənir, Aşur qalalarına hücumlar edir sərhəd yanını. Eyni zamanda sonra Midyada üsyan olur. Yəni yekunda 7-ci əsrin birinci yarısında, baxın, indi bir məsələ oldu ki, əvvəlki kitablar bizə deyir ki, İskit dövlətini İşbaka yaradıb. Amma indiki kitablar bizə elə demir. Deyir ki, sadəcə İşbaka hökmdarı olub. Yəni yaradılması məsələsini ondan çıxardıblar. Aziz ol, İmmaşqun kimi eləyiblər onda. Yəni biz də o şəkildə yanaşırıq. Yəni ki, inanmıram düşə, amma bəlkə növbəti 5-10 il sonra bəlkə belə bir tələ saldılar. Bəlkə də nə varsa Udaqqin də eyni şey eləyiblər. Udaqqi deyiblər ilk hökmdardır, sonra çıxardıblar, sadəcə hökmdar kimi adı verirlər. Yəni diqqətli olsaq yaxşı olar. Nəysə bu İskitlərin döyüş taktikasının əsasını təşkil edir süvari qoşun. Çünki həmin dövrdə qoşunun əsasını piyadalar təşkil edirdi. Amma bu İskitlər, ümumiyyətlə İskitlərin timsalında bütün türklər, İskitlər türkdür. Yəni bu konkretdir ki, hətta onlara proto-türk deyirlər, promo-türk deyirlər, yadından çıxdı söz. Yəni türklərin babaları qismində. Bunların yaşayış, belə deyək ki, həyatı Hunlarla çox yaxındır. Hunlardan əvvəl yaşayıblar da, təbii ki, görsən 7-8-ci əsrdən söhbət edən Hundan danışan 3-cü əsrdir. Amma bunların yaşayışı Hun adı bir tayfadır, İskit də bir tayfadır. İndi nətərdir, hərə bir soyadı daşıyır da, falan kəs oğlan, falan kəs oğlan. Məsələn, qohum kökənli var. Məsələn, mən adam tanıyıram ki, bir nəsildən gəlir, amma sonra nətərsə soyadları fərqli olur. İndi fərqli tayfalar ayrılır, amma kökənləri eyni. Bunlar da eyni şeydirlər. Bunlar da türkdür. İşquz deyirlər bunların yaratdığı dövlətə. Hətta sonra bunlar deyib qüdrətli olduğu dövrdə şeyi də özündən asılı salır. Midiya dövlətində qoyaq, çoban iti. Çoban sözünə layiq deyilsən, ona görə çoban iti deyirəm. Məhəmməd Peyğəmbər də çoban, sən də çobanlıq desin. Ən yaxşı çoban mənim.
Mən çobanamsa siz nəsiz? Qoyun. Sən keçiydin. Avarsan sən. Nəysə, bunlar gedib medianı da saldılar özünə. Media dərsində bu barədə geniş danışıram. İskitlər bir də 590-cı ildə zəifləyir. Hansı ki, oranı keçidini verim sonra. İşbakanın ölümündən sonra gələn İskit hökmdarı artıq Aşurlarla müharibə yox, sülh şəraitində yaşayırlar. Aşurlar da bundan istifadə edir, müttəfiqləri parçalayır. İskitlərlə müttəfiq olur, Mannanı ayırır. Aşurbanipaldan söhbət gedir. Geçək gedir Mannanın ocağını söndürür oradan Aşerinin. Sonra da bunlar da ki, artıq sonraki dövrdə get-gedə zəifləyirlər və 590-cı ildə yerdən və 590 yenə mediada geniş danışaram, süqut edirlər. Və indi gəlir olsa media. İndi ikinci hissəmiz mediadan danışırıq. Dostlar, media, yenə deyirəm, bir coğrafi addır. Və eyni yerdə yaşayan tayfalar vardır, media tayfaları. Və bizə deyir ki, media tayfalarının adından 9-cu əsrdə bizə danışır. Baxın, media dövlətindən danışmır, 9-cu əsrdə danışan eradan əvvəl. Tayfaların adından danışır. Və sonra proses nətər olur? Həmin əraziləri gəlir, Aşurlar işğal edirlər və yavaş-yavaş biz gəlib düşürük mediada 673-ə eradan əvvəl yadından çıxdı. 673-cü ildə belə ki, bayaq qeyd elədim kimi, İskitlərin gəlişindən sonra bir sıra ərazilərdə Aşurlara qarşı qiyam baş verir və bu qiyamın nəticəsində mediada da müstəqil dövlət yaranır və mediada eradan əvvəl 672-ci ildə Kaştaritinin başçılığı altında Kaştariti ola bilər. Qoşun, sağ ol Fidan. Fidan deyir ki, media dövlətinin yaranması Əhəmənin də oxşar ola bilər. Çünki birinci üsyan edir, sonra süquta uğradır, dövlətin yaranır. Düzdür, bu süquta uğratmır, amma birbaşa üsyandan keçirir. Savabda oldular. Və Kaştaritin fəaliyyəti ilə bağlı nə deyir? Dostlar, bir dənə hədəfin sınağında bir dənə test var. Yenə hər il bunu izahda deyirəm. Deyirəm qabağınıza da çıxacaq. Sonra da verirəm testi, yanınıza səhv yazırsınız. O testdə daha əvvəl baş vermişdir tipli bir testi. Orada ifadə var ki, mediada Aşur ağalığına son qoyulması. Onun ili budur. 672. Çünki mediada Aşur ağalığına son qoyulur və müstəqil media dövləti yaranır. Yəni o cümləni harda görsəniz, bilin ki 672-dən danışır. Mediada Aşur ağalığına son qoyulması. Kaştariti dövlətin yaradır, nizam-intizam yaradır. Bir də nə edir? Deyir, əyanları, nəsli əyanları, tayfa başlarının filanları saray əyanlarına keçirir. Yəni dolayısıyla mərkəzləşmə tədbirləri aparır ki, məmur özbaşınalığı olsun, yaxud artıq quldarlar da quldarların özbaşınalığının qarşısını alsın. Bu iki dənə fəaliyyət onun haqqında var. Və sonuncu fəaliyyəti nədir? Onun öldürülməsi ilə bağlı olan tarixdir. Eradan əvvəl 653-cü ildə İskitlərlə döyüşdə neynir? Öldürülür. Və buradan deyirik ki, İskitlərlə mübarizə aparması Kaştaritin kimin oxşar xüsusiyyətidir? Şəxsənin oxşar xüsusiyyətidir. Bunun öldürülməsindən sonra 28 il müddətində son qoyulur da, elə bir ki, bunların xarici müstəqilinə, daxil müstəqilini saxlayırlar. Yəni bu dövr dediyimiz 653-dən 625-ə qədər yenə İskit ağalığından söhbət edirik. Və İskitlər bu dövrdə 28 il müddətində ağalıq edirlər və yekunda 625-ci ildə Kiaksar tərəfindən İskit ağalığına son qoyulur. Yenə deyirəm, Kiaksarla Kaştaritin oxşar xüsusiyyəti oldu ki, İskitlərlə mübarizə apardılar. Və Aşuranla mübarizəni oxşar götürmək olar əslində. Kaştariti çünki üsyan eləyir Aşurlara qarşı. Hökmdar olmasa da üsyan eləyəndə Aşurlarla mübarizə aparır. Və biz indi danışırıq eradan əvvəl 625-dən 580-ə qədər davam edən Kiaksardan. Onun dərsən amma hakimiyyətini çıxardıqlar. Nəzərimə çıxmadı, kitabda qarşıma çıxmadı. Bəlkə də var, indi ehtiyatdan yazdım. Kiaksarın fəaliyyətindən nə danışırıq? Kiaksar birinci islahat keçirir, nizami ordu yaradır. Ordunu bir neçə hissələrə bölünür. Birincisi İskit nümunəsində yaradır, suvarilər. Suvarilər nizə ilə təmin, piyadalar da nizə ilə təmin edir və suvarını piyadadan ayırır. Və bunun nəticəsində qüdrətli bir ordu yaratmış olur. Ondan sonra başlayır işğallara və Kiaksarın dövründə belə deyək ki, dövlət imperiyaya çevrilir. Bir də Kiaksar xırda hakimləri özünə tabe eləmişdi. Keçən il haransa kurs imtahanında düşmüşdü. Nə düşmüşdü? Belə bir sual düşmüşdü keçən. Ola bilər. Bəli, imperiya çevrilməsi Kiaksarla Metenin, həm 1-ci İsmailin. Hə?
Demirik. Niyə demirik? Çünki bizə konkret imperator titulunu, biz imperator sayırıq. Deyə bilərik, hə, imperiya çevrilməsini çox ölkəni deyə bilərsən. Yəni, öz sərhədlərini aşan bütün ölkələr demək olar imperiyaya çevrilir. Yəni, başqa dövlətin ərazisini işğal edirsə, artıq imperiya sayıla bilər. Çiaksarın sonra bu qələbəsindən sonra ümumiyyətlə o gedir Babillə müttəfiq olur və Babillə müttəfiqliyin nəticəsində eradan əvvəl 605-də Aşurana mübarizə apardılar. 612-də gedirlər Ninevə şəhərinə və keçirlər Aşurun paytaxtı. 605-ci ildə isə Aşur dövlətinin ikisi bir yerdə süquta uğradır. Və bayaq qeyd etdiyimiz məsələ, burada hansı ki Manna dövləti süqut eləməkdə olan Aşur dövləti ilə yaxınlıq eləyirdi deyə, bu da Çiaksarın xoşuna gəlir. Bu təbii ki bir bəhanədir. Çiaksar onsuz da ərazisini genişləndirmək istəyir. Yəni ona çox maraqlı Manna kimlə dostluq edir. Uşaq şeylərdir. Özümüzə təsəlli verir. İndi şeydən gəlib danışanda, Atropatenlə danışanda bir iki dənə gülməli söhbət danışacağam. Orada 3-cü Dara ilə Atropatın fəaliyyətinə danışanda yadıma salarsınız, o da maraqlı söhbət var. Nəysə 590-cı ildə 3 dənə dövləti süquta uğradır. Mannan süquta uğradır, İskili süquta uğradır, bir də Urartunu süquta uğradır. Kim süquta uğradır? Çiaksar. Çiaksardan sonra bizə sonuncu hökmdarı verilir bunların. Sonuncu hökmdarı da Astiaqdır. Eradan əvvəl 550 adını da yazım. Astiaq. Astiaqın dövründə dövlətdə nə baş vermişdi? Astiaq biraz mülayim adam idi. Onun dövründə müharibələr dayandırılmışdı. Buna görə də o əyanlarla biraz tərs düşmüşdü. Bundan istifadə edib maqlarla yaxınlaşması olmuşdu. Aralarında maq Zərdüşt kahinləridir. Və onlarla yaxınlaşmanın nəticəsində ölkədə Zərdüştlük dini yayılmışdı. Zərdüştlük dini müharibəni Roma ilə Zərdüştlüyün yayılması, hə. Amma din yayılması belə Romada da ola bilər. Xristiyanlıq yayılmışdı orada. Hə, nə deyirdim? Zərdüştlərin əsas təbliğatı bərabərliyin və sülhün tərəfdarı olduğu üçün həmin hərbi əyanlar buna qarşı birbaşa çıxış edə bilməsələr də bunun nəvəsini üsyana qaldırır. Hətta köhnə izahlarda demişdim ki, Astiaqın özü bir dəfə yuxuda görür ki, nəvəsi Kir buna qarşı üsyan edir. Ondan sonra Kirə qarşı münasibəti dəyişir. Elə bəlkə də səhv özündə olur. Kirə qarşı o qədər eləyir ki, baskı göstərir ki, Kir axırda gəlir üsyan başçısı olur. Bunda qızının oğlu idi. Qızının adı nə olub? Mandana. Mandana. Maraqlı adı var qızın. Niyə onun yadında saxlam bilmirəm. Nəyə lazım olacaq? Yəni Kirin anasının adı bizə nəyə lazımdır? Heç nə. Çox beynimdə 512 GB. Də tutdu da bu da nəsə silindi bəlkə də. Xəbərim yoxdur. Nəysə yekunda dostlar 550-ci ildə Midiya dövləti süquta uğrayır, Əhəməni dövləti yaranır. Baxın, Midiya dövlətini Əhəməni dövləti süquta uğratmışdı aynı. Yox. Çünki birinci Midiya dövləti süquta uğrayır, sonra Əhəməni dövləti yaranır. Yəni Midiya dövlətini süquta uğradan Əhəməni tayfasıdır, yaxud da Əhəməni nəsli. Ondan sonra öz dövlətlərini yaradırlar. Bir də bir şey qeyd etmək yadından çıxıb ki, 672-ci ildə dövləti yaradanda Ekbatan şəhərini saldırır və dövlətin paytaxtını Ekbatan eləyir. Qaşlar idi. Onu demək yadından çıxıb bayaq. İndi keçirik artıq bu tərəfdə Əhəmənilərə. Əhəmənilərin ümumi mövcudluğu ilə eradan əvvəl 550-dən 330-a qədər davam edirdi. Eradan əvvəl 550-dən 530-a qədər də davam edib kim? İkinci Kir. İkinci Kirin barəsində danışanda dostlar, birinci bunun babası olub da 100%. Prosto hökmdar olmuyor. Yox, Midiyada olmuyor. Bunlar bu ehtimal belədir ki, bu Əhəmənilər ümumi dövlətdə hakimiyyətə gələnə qədər hansısa bir vilayəti idarə edilmişlər. Öz xırda quldar dövlətləri olub. Çünki ancaq elə ola bilər. Yəni sən nəslində sən hökmdar olmamışsan, ikinci Kir olmazsan da. Qorxma. Götür, qorxma. Nəysə. İkinci Kirin haqqında nə danışırıq? Baxın dostlar, deyir, ikinci Kirin dövründə Midiyanın nəzarətində olan ərazilər Əhəməni dövlətinin tərkibinə qatılır və Azərbaycanın cənub hissəsində Əhəməni dövlətinin tərkibinə qatılır. Və burada deyir, Azərbaycanın şimal hissəsinə, Arazdan şimala hücumlar təşkil etmək istəyəndə Massagetlərlə qarşılaşır orada. Massaget tayfalarını özünün sağ tayfasının bir qolu kimi adlandırırlar və tərəflər arasında 550-ci ildə döyüş olur. Döyüşdə ikinci Kir öldürülür. O söhbəti danışmağıma ehtiyac var. Ehtiyac yoxdur məncə də. Onu hamı bilir. Məşhur eləmişəm, hə? Aynı bilirsən sən onu.
Tomlinson məsələsini bilirsən? Hə? Bilirsən? Nədir de görüm? Ay, sağ ol. Ay, sən adam bilirsən? Baxmamısan izahımə. Nəysə, bu ikinci Kir ölür. İkinci Kirin ölümündən sonra köhnədə bizə üsyan verirdilər. Qavum atanın üsyanı. Çıxardıblar onu. Hə. Onu çıxardıblar. Bizə sadəcə belə deyir. İkinci Kirdən sonra üsyanlar olur. Sonra birinci Dara hakimiyyətə gəlir. Kam bizi ümumiyyətlə heç vaxt salmamışlar. Çünki bir dənə misiyin içində biz oxuyurduq ki, 525 Perlusiya döyüşündə belə oldu. Kam bizi burada heç vaxt gedirəməmişlər. Sual kimi düşür ama. Əhəməni kimi düşə bilməz. Misir tarixindən düşə bilərdi. Əhəməni olsa sual kimi düşmür. Bunun sual düşmə nisbəti çox aşağıdır. Hə? Nə bilim, yox, məncə azalmayı baxın. Bir-iki cümlə bəlkə çıxardılar. Çox da az değil. Hə, nəysə dostlar, bu birinci Daranın dövründə nə olur? Baxın, birinci Daranın dövründə maraqlı hadisələr var, onun dövrünü əzbər bilməliyik. Satraplıq məsələsində səhv eləmirəmsə çıxardıblar birinci Daranın dövründən. Orada deyir ki, birinci Dara ikinci Kirin yarımçı qoyduğu işi davam elətdirir. Yəni Azərbaycanın şimalına doğru yürüşlərini həyata keçirir. Və Azərbaycanın şimalını Əhəməni dövlətinin tərkibinə daxil eləyir. Amma bu şərti xarakter daşıyırdı. Yəni daxil müstəqilləri var idi, xərac verirdilər. Bir də onların bizim ərazini tutması deyir Azərbaycan tayfalarının və Azərbaycanda ümumi mədəniyyətin inkişafına müsbət təsir göstərmişdi. Və birinci Dara deyir ki, bizdən əskər aparırdı və bu əskərlərdən xüsusilə Yunan-İran müharibəsində istifadə olmuşdu bizim döyüşçülər. Kişilər. Elə oradan başlamışdıq qırıla-qırıla gəlməyə. Başqası üçün. Neysə, sonra birinci Dara haqqında da məlumat bitir. Orada biraz mədəniyyət təsərrüfatının inkişafı barədə bir-iki cümlə yazıbdı. Birinci Daranın aşağı hissəsində. Ondan sonra bizə danışır üçüncü Daradan. Söhbət danışırız. Üçüncü Dara. Hə, qoy indi Atropateniya keçid ərəfəsində danışacağım. Hə, üçüncü Daradan danışanda 4-cü əsrin ikinci yarısında sonuncu qüdrətli hökmdarı olmuşdu. Elə sonuncu hökmdarı olmuşdu, amma sonuncu qüdrətli hökmdarı. Nə bilim, Cahanşahla düşə bilər. Hüseyin Bayqaran düşməzəyə prosta söz verirəm. Yəni. Dəxilsiz hökmdar. Gəlib Məmməd Əmin Rəsuladə ilə Qaşlarıtin oxşarlığını verir. Düşəcək. Nə düşəcək? Özüm deyirəm, özümü də tənqid edirəm. Görürsünüz dostlar, demokratiya budur. İnsan gəlib birinci özünü tənqid eləsin. Mən özümü tənqid edirəm ki, başqaları məni tənqid eləyə bilmir, hər olanda. Kimsə deyəndə deyirəm ki, mən özümü tənqid edirəm, dostlar. Xilas oldum. Amma biri var kimsə mənə deyəndə bir saat ondan dirəşmir. Orada enerji itirirsən. Lazım deyirəm, özümü tənqid elədim, qutardı. Hə, nədən danışırdım? Bu eradan əvvəl 331 deyək. 3-cü Dara. Ümumiyyətlə 4-cü əsrin ikinci yarısında dedim ki, Makedoniya dövlətinin gücləndiyi bir dövrdə Əhəmənilərlə qarşılaşırlar ərazilər uğrunda. Tərəflər arasında müxtəlif döyüşlər olur, qranik iz döyüşləri olur, çıxardıblar. Burada yox idi, onsuz da Makedoniya içində söz halında saxlayıblar. 334, 333, elə belə deyirəm ki, yəni mən bilirəm bunları. Bundan sonra isə tərəflər arasında böyük döyüş, sonuncu böyük döyüş olan Qavqamel döyüşü gəlir. Bunun digər adı Cancal idi. Cancal idi, dərsəm, Cancal idi, Cancal olmaz, Cancal düzü. Nəysə də elə bir döyüşün o birisi adını veriblər, saxlayıblar. Nəysə, tərəflər arasında döyüşdə, yəni Qavqamela döyüşündə Azərbaycan tayfalarından kimlər var? Köhnə kitabda deyirdi, Alban, Sak, Kaspi. Köhnə kitab belə deyirdi, təzə kitabda Kaspin yenə Katsu veriblər. Onu da nətər yadda saxlaya bilərsiniz? Elə Sak sözündən yadda saxlayırsınız. Yenə Sak, A2 dənə oldu. Alban, bir də Kadusi. Bu Qavqamela döyüşünün tərkibində iştirak edən tayfalar. Qısaltma olaraq yadda saxlayırsınız. Və bir şey də deyim ki, sizə bu Albanların bu döyüşün tərkibində iştirak eləməsi Albaniya dövlətinə düşmür. Bunu dəfələrlə demişəm və bu testdə də sizə verilir. Yəni Albaniyanın testinin içində dəfələrlə görəsiniz. Nəysə, bu 3-cü Daranın məsələsi nədir? 3-cü Dara deyir, döyüşdə məğlub olur, qaçır ora. Bu ora qaçanda Atropatı da çağırır, Atropat qaçmır. Bir də bir şey deyim ki, bu döyüşdə, Qavqamel döyüşündə Atropatın özü sağ cinayı idarə edilmiş. Onu göstərir ki, Azərbaycanın cənubunun şimalında bəzi hissələrini deyir, idarə edir. Nə mənası var, nə əlaqəsi var bilmirəm, amma nəsə elə deyir, mən də deyirəm. İndi məsələ nədir? Deyir ki, 3-cü Dara qaçır ölkənin şərqinə doğru.
Amma Atropatena, atropat gedir. Fikir verirsən fərqə. Öz ölkəsinə gedir də, kiçik midəyə. Onu satrap təyin eləmişdi ora. Üçüncü dairə qaçır, atropat gedir. Fərqə bax, atropat qaçmır. Atropat gedir. Niyə? Çünki Azərbaycanlıdır o. Azərbaycanda heç vaxt qaçmırlar. Bu Cavanşirin məsələsinə döndü də, Cavanşir telefon döyüşünü qaçır. Amma deyir, mübarizənin mənasız olduğunu görür, qayıdır özü. Qaçır denəndə, niyə demirsən qaçır? Bu da qaçır da, qaçır öz ölkəsinə. Yox, gedir. Yaxşı, getdi. Neyse 330'da bu 3-cü dairanın başına bir daş qoyurlar, ölür. Adı neydi? Bes. Bu Bes sonra tullana gəlir İskəndərin yanına ki, bəs bir də mənə vəzifə verəcək də. İskəndər də bunun başına bir daş qoyur. Deyir, niyə belə elədin? Deyir, sən neçə ildə xidmət elədiyin hökmdarını belə eləyirsən ki, eləyirsənsə görmə nələr eləyərsən. Neyse bu xislətin axırında dostlar 330-cu ildə bu dövlət süqut eləyir. İndi bir dənə qaldıq İskəndər bəydən danışırıq. İskəndər o vaxtı xod gedirmiş. İskəndərin bir dənə məşhur çıxışı var. Deyir ki, ya mən bilirəm. Yanımda ol. Yox, ataram sizə baxarsınız. Çıxardılar onu, hökmdə məclisdə çıxış eləyəndə deyir ki, mən heç bir əməlimdən peşman deyiləm, nə eləmişəm, yaxşı eləmişəm, kişinin düşməni olar, nə bilim, verilişə zada çağırdılar bunu, təpiklə stol zad sürdü. Bu İskəndər elə İskəndər olubdur. Neyse dostlar, İskəndər sonra bu dövlətin evini yıxandan sonra ərazini iki hissəyə bölür. Böyük midiyə, kiçik midiyə. Böyük midiyanı götürür özünə. Nəyə görə götürür özünə? Deyir, çünki o həm ticarət yollar oradan keçir, həm də öz imperiyası ilə əlaqə saxlamaq üçün önəmli ərazi idi. Kiçik midiyanı da bizim yetimə verir Atropata. Deyir ki, sən də özün üçün orada qurdalan da. Atropat deyir ki, qüdrətli hökmdar olub, amma deyir, savaşçı hökmdar olmuyor. Sadəcə çətin bir dövrdə öz dövlətin varlığını qorumaya çalışan bir hökmdar idi. Burada da nəsə malalama var. Nəsə malalama var, amma tam analiz edə bilməmişəm. Gör, bunlar burada nəyi malalayırlar? Neysə, İskəndər hakimiyyətə gələn kimi hamını azad edir. Deyir, davay hələ olsun xarabasına. Sonra nətər sorursa Atropatı çağırır. Niyə çağırır? Deyir, çünki sonra 3-cü daira Atropatı çağırıb yanına cavan köməklə. Atropat getmir. İskəndər ona görə Atropata deyir ki, sən kişi adamsan, cabra. Onu besin. Nə bilim, dəlixanadır da. Nəysə, bu Atropatı çağırır, kiçik midiyanın başçısı təyin edir. Özü də qoyur üstə, üzü Hindistana. İndi 327-ci ildə bu Hindistanda olanda, eradan əvvəl 327. Hindistanda onda, Baryaks burada üsyan qaldırır. Baryaksin belini kim qırsa yaxşı, Atropat. Niyə belə eləyir? Deyir, çünki fikirləşir ki, yalan da yaltan bu. Deyir ki, bəs İskəndər qayıdıb xalqı cəzalandıracaqdı. Denən ki, vəzifə tutmanın dərdinə belə. İskəndər gəlir, oradan qayıdandan sonra hamını vəzifədən azad edir. Bütün satrapları. Bir dənə bunu toxunmur. Deyir ki, sən yaxşı oğlansan, həm oğlu. Sən qal yerində. Sonra gözü doymur. Qızın verir İskəndərin sağ əli Memati Perdikkaya verir. Sonra da oturur ki, füsiyədə dəyərin qorqulanır ki, bəsdə mənə də dövlət də varımdır. İndi Allah İskəndərin ömründən alır, verir mənim ömrümə. 323-cü ildə İskəndər başını qoyur yerə. İskəndərin ölümündən sonra onun dövləti parçalanır. Misirdə bir dövlət yaranır, Selevkidə bir dövlət yaranır, bir yeri Makedoniyada yaranır. Bir də bizim ikidən yetim yaranacaq indi. Birazdan danışacaq onun haqqında. Və dostlar, bununla da Azərbaycan 7-4-cü əsrdə dərsimiz bitdi. Çox asan, çox sadə bir dərs idi. Dostlar, videomu izlədinizsə, girişdə utandım o deməyə. Videomu bəyənin də. Bu söhbətlər gələk, bir dənə çıxış edim, onu hər videonun əvvəlinə qoyum. Utanım. Kim? Ayo, baxırlar. Sən cəhənnəmə bax. Ona görə qoyun kim gözünü döyürsən də. Videomu bəyənin. Bəsdir. Rəy də yazın, nəsə yazın ora. Valla, abunə olun bir də. Bəs baxın.